Minik avtomobili yük maşınına çırpılıb. 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Yol nəqliyyat hadisəsi Quba rayonunun Rustov kəndi ərazisində baş verib. Quba Rustov yolunda qəza oldu. 07 markalı, Qaz 53 markalı maşınlar toqquşub. Hansı maşın çox əzildi? 07 markalı maşın demək olar ki, səsim əzilib. Yararsız hala düşüb. Zərbənin təsiri o qədər güclü olub ki, minik avtomobili yük avtomobilinin altına girib. Hadisə zamanı minik avtomobilində ər-arvad və daha bir sərnişin olmaqla ümumilikdə 3 nəfər olub. Güclü zərbənin təsirindən minik avtomobili ciddi deformasiyaya uğrayıb. Qəza nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Təbibdən bildirilib ki, hadisə səbəbilə 3 nəfər Quba rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara müxtəlif nahiyələrin travmaları, qapalı kəllə beyin travması və bədənin müxtəlif nahiyələrinin açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 55 yaşlı qadının müalicəsi reanimasiya şöbəsində, vəziyyətləri orta ağır olan 88 və 56 yaşlı pasiyentlərin müalicəsi isə travmatologiya şöbəsində davam etdirilir. Hadisə ilə bağlı araşdırma aparılır. Emin Kərimov, Elbrus Kərimli, Xəzər xəbər.